Allah Cəllə və Alənin xəbəri sifətləri barədə Həmbəli imamlarının etiqadını bəyan edərək buyurur ki, Allahın sifətlərini təvil və təfsir etmək haramdır. Və bu da Həmbəli imamlarının qəbul etdikləri bir təməl qaydadır. Doğru olan odur ki, mütəşabih uca Allahın sifətlərinə dair gələn xəbərlərdir. Möhkəm, mənası aydın olan və açıqlamaya ehtiyacsız olandır. Mütəşabih isə müştərək, yaxud yığcam olduğu üçün onun tam əksidir. Ən doğru olan görüş odur ki, möhkəm, mənası aydın olandır. Mütəşabih isə müştərək, yaxud yığcam olduğu üçün, yaxud Allahın Cəllə və Alə sifətlərində bənzətmənin üzə çıxması səbəbi ilə onun tam əksidir. Allahın özünü vəsf etdiyi kimi iman etmək və onu təsdiqləmək və bununla yanaşı, onun bənzərsiz olduğunu düşünmək vacibdir. Əgər bir adama bundan hər hansı bir şey qaranlıq və qapalı qalarsa, uca Allahın elmdə möhkəm olanları təriflədiyi və mütəşabih zamanı davranışları barədə xəbər verdiyi kimsələr kimi desin. Ona iman etdik, hamısı Rəbbimiz tərəfindəndir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Quran barədə belə demişdi. Ondan cahil qaldığınız şeyləri alim olan Allaha həvalə edin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibatu lil-muttaqin. Ve la udvana illa alel-zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Biz İmam Abdülbaqir Məvahibinin rahimehullahu teala El-Ayn vel-Əthər adlı etiqadi mətni oxumağa davam edirik və keçən dərsimizdə məkan və cəhət məsələlərinə toxunduq və sonra müəllif rahimehullahu teala mövzuya davam edərək buyurur ki: "Və la yu'rafu bil-hawas və la yuqasu bin-nas, fehuvel-ganiyyu an kulli şey və la yestagni anhu şey və la yushbihu şey'an və la yushbihuhu şey və ala kulli hal مهما خطر بالبال أو توهمه الخيال فهو بخلاف ذي الإكرام والجلال فيحرم تأويل ما يتعلق به تعالى وتفسيره كآية الاستواء وحديث النزول وغير ذلك من آيات الصفات إلا بصادر عن النبي صلى الله عليه وسلم أو بعض الصحابة وهذا مذهب السلف قاطبة." Müəllif rahimehullahu teala buyurur ki, o, yəni Allah Cəllə və Alə hissiyyat üzvləri ilə bilinməz və insanlara qiyas edilməz. Çünki o, hər şeydən ehtiyatsızdır, heç bir şeyə möhtac deyil və heç bir şey ona bənzəməz və o da heç bir şeyə bənzəməz. Allah Cəllə və Alə zehində keçən və ya xəyalda canlanan hər bir şeydən tamamilə fərqlidir. Belə olduqda, uca Allaha aid məsələlərin təvili, o cümlədən təfsiri haramdır. İstiva ayəsi və nüzul hədisi və digər sifət ayətləri buna misaldır. Və yalnız Peyğəmbərdən sallallahu aleyhi və səlləm və ya bəzi sahabələrdən gələn açıqlamalar istisnadır. Və bu da bütün sələfin məzhəbidir. Və müəllif rahimehullahu teala burada bir neçə məsələyə diqqət çəkir. İlk olaraq buyurur ki, Allah Cəllə və Alə hisslərlə bilinməz. Yəni, hisslər Allahı tanımağın yolu deyil. Və müəllif burada hisslər dedikdə 5 hissi qəsd edir və bu hisslərə əl-həvəsul-zahirə deyilir. Yəni, zahiri hisslər. Və bunlar da eşitmə, görmə, qoxu bilmə, dad bilmə və toxunmadır. Məlum olan hisslərdir. Həmçinin filosoflar və bəzi mütəkəllimlər batini hisslərin də olduğunu qeyd etmişlər. Batini hisslər isə əsasən idrak yönlü və əqli hisslərə deyilir. Misal üçün, təxəyyül, hafizə, vəhm kimi hisslər bu qismə daxildir. Və dediyimiz kimi burada müəllif zahiri hissləri qəsd edir. Və o insanlarla qiyas edilməz. Çünki Allahın nə misli, nə bənzəri, nə də oxşarı var. Başqasına qiyas edilməsi mümkün olan şey isə ona aid edilə bilməz. Yəni, Allah Cəllə və Alanı nə eləsə, Allah Cəllə və Alanı hər hansı bir şeylə müqayisə etmək mümkün deyil. Və heç bir şey ona bənzəməz. Kim Allah Cəllə və Alanı məxluqatına bənzədərsə,
və yaxud da ki, Allah Cəllə və Alanın nəyəsə bənzədiyini iddia edərsə, bununla kafir olar. Və sonra müəllif rahimehullah Teala buyurur ki, heç bir şey ona bənzəməz və o da heç bir şeyə bənzəməz. Və bu da Allah Cəllə və Alanın cismani bir varlıq olduğunu etiqad edənlərə cavabdır. Və daha sonra müəllif rahimehullah Teala Allah Cəllə və Alanın xəbəri sifətləri barədə Həmbəli imamlarının etiqadını bəyan edərək buyurur ki, Allahın sifətlərini təvil və təfsir etmək haramdır. Və bu da Həmbəli imamlarının qəbul etdikləri bir təməl qaydadır. Yəni onlar Allah Cəllə və Alanın xəbəri sifətlərinin təvil edilməsini, o cümlədən təfsir edilməsini haram görmüşlər. Və buna İsteva ayəsini və Nuzul hədisini misal göstərir. Və buyurur ki, yalnız Peyğəmbərdən sallallahu aleyhi və səlləm və bəzi sahabələrdən gələn açıqlamalar istisnadır. Və təvil sözünün kökü ələ yəulu feilidir, yəni qayıtmaq mənasındadır. Təvil sözü isə məzid feillərdən olduğundan dolayı onun mənası nəyisə qaytarmaq deməkdir. Yəni əvvələ şeyə, nəyisə qaytarmaq. Onun istilahi mənası isə bir ləfsi zahiri mənasından onu zahirdən çıxaran bir dəlilə görə başqa mərcuh mənaya daşımaqdır. Bu onun istilahi mənasıdır. Və fasid, yəni batil təvil hər hansı ləfsi güclü olmayan, zəif bir dəllə əsasən zahirindən uzaq bir ehtimala daşımaqdır, uzaq bir ehtimala yönətməkdir. Məsələn, istivanın əl-istilə kimi, yəni ələ keçirmək kimi mənaya daşınması bizim alimlər tərəfindən qəbul edilməmişdir. Həmçinin təvilin və təfsirin haram olmasına dəlil olaraq alimlərimiz bu ayəti qeyd etmişlər. Allah Cəllə və Alə Quran-ı Kərimin Əli İmran surəsində buyurur ki, فَأَمَّا الَّذ۪ينَ ف۪ي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ Qəlblərində əyrilik olanlar fitnə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mütəşabih ayətlərin ardınca gedərlər. Və müəllifin də istidlal yönü budur ki, İsteva ayəsi, Nuzul hədisi və buna bənzər mətnlər mütəşabih xəbərlər qismindəndir. Və ayədə də belə təvillərin ardınca düşmək məzəmmət edilmişdir. Və həmçinin onun həqiqi açıqlamasının elmi Allaha həvalə edilmişdir. وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللّٰهِ Onun izahını Allahdan başqa heç kəs bilməz. Və ümumiyyətlə Allah ilə bağlı olan şeylər nə deməkdir? Yəni Allahın sifətləri ilə əlaqəli olan məsələlərdən söhbət gedir. Və ümumiyyətlə Həmbəli fəqihləri və üsulçuları sifət xəbərlərinin mütəşabih naslar olduğunu qeyd edirlər və mütəşabihlik sözünün mənanın qapalı olması kimi izah edirlər. Və buna dair bizim imamların kitablarında bir sıra açıqlamalar mövcuddur. Həmçinin İmam Əhməd rahimehullahu teala bir neçə rəvayətdə Allah Cəllə və Alanın sifətlərinin möhkəm və mütəşabihlərdən olduğunu bəyan edir. Yəni buna dair İmam Əhməddən bir sıra rəvayətlər gəlmişdir. Misal üçün, rəvayətlərin birində İmam Əhməd Allah Cəllə və Alanın xəbəri sifətləri barəsində danışarkən buyurur ki, Nu'minu bil-Qur'ani kullihi muhkəmihi və mütəşabihi. Biz Quranın hamısına möhkəm və mütəşabih olanına iman edirik. Yəni, Allahın sifətləri barədə danışarkən onun möhkəm və mütəşabihlərdən olduğunu bəyan edir. Və bunu da Əbu Bakr Əl-Xəlləl Əs-Sünnə kitabında nəql edir. Və həmçinin Əs-Sünnə kitabının digər yerlərində də İmam Əhməddən buna bənzər sözlər var. Və İmam Əhməd rahimehullahu teala uca Allahın sifətlərinə iman etmək barədə danışarkən sifətlərin həm möhkəm olanına, həm də mütəşabih olanına iman gətirməyin vacibliyini qeyd edir. Və bəzi insanlar İmam Əhmədin rahimehullahu teala sözlərində gələn mütəşabih kəlməsini keyfiyyətin mütəşabih olmasına, yaxud mütəşabihliyin nisbi olmasına aid etmişlər. Yəni onun sözlərinə bu cür açıqlama gətirməyə çalışmışlar. Və onların iddiasına görə İmam Əhmədin sözlərində gələn mütəşabihlik sifətlərin məna cəhətdən qapalı olmasını ifadə etmir. Və bu da təbii ki, onların boş bir iddiasıdır. Çünki İmam Əhmədin muradını anlamaq üçün dediyimiz kimi Həmbəli imamlarının bu mövzu barədə açıqlamalarına nəzər yetirmək lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, Həmbəli imamları mütəşabih naslar sözünü istilah olaraq mənası qapalı olan sözlər üçün istifadə etmişlər. Və bundan əlavə, həmin iddiada olan insanların sözlərindən elə çıxır ki, İmam Əhmədin qatında keyfiyyəti məlum olan və keyfiyyəti qapalı olan sifətlər var. Yəni, çünki İmam Əhməd rahimehullah həmin nəqildə həm möhkəm, həm də mütəşabih xəbərlərə iman etdiyini deyir. Və onların sözünün gərəyi odur ki, mütəşabih sözü ilə keyfiyyətin mütəşabih olması
Möhkəm sözü ilə isə keyfiyyətin möhkəm, yəni bəlli olması qəsd edilir. Çünki belə olmayacağı təqdirdə sifətləri iki qismə ayırmağın heç bir anlamı qalmır. Yəni, madam ki, sifətlərin arasında heç bir fərq yoxdur və onların nə möhkəmliyi, nə mütəşabihliyi yoxdur, belə olan halda bunu iki qismə ayırmağın heç bir anlamı qalmır. Çünki onlar bütün sifətlərin keyfiyyət baxımından qapalı olduğunu iddia edirlər. Və bəlli olur ki, İmam Əhməd rahiməhullah həmin nəqildə sifət naslarının keyfiyyət yönündən deyil, məna və mahiyyət cəhətdən qapalı olduğunu qəsd etmişdir. Həmin nəqildə mütəşabihliyin nisbi olduğunu deyənlərin sözünə gəldikdə isə bu iddianın da əsassız olduğu gün kimi aydındır. Çünki nisbi mütəşabihlər bir sıra insanlar, ələxsus elm əhli qatında mənası məlum olan sözlərdir. Və bu iddianın sahiblərinə görə alimlər Allahın sifətlərində gələn mənaları bilir, digər insanlar üçünsə bu gizli qalır. Və beləliklə də avam və sıravi müsəlmanlar etiqad edilməsi vacib olan şeylərdən məhrum qalırlar. Halbuki bu iddianın sahibləri bu sifətlərin mənalarını bilməyi hər bir insana vacib görürlər. Buyururlar ki, sən bu sifətlərin mənalarını iman etməsən, sənin imanın səhih deyil. Bu halda sən muattiləsən və digər ləqəblər qoşurlar. Və İmam İbn Qudamə rahiməhullahu teala Zəmmut Təvil kitabında bu və buna bənzər düşüncədə olan insanların əsassız iddialarına cavab verərək buyurur ki, لَوْ كَانَ مَعْلُومًا لِلرَّاسِخِينَ لَوَجَبَ أَنْ لَا يَعْلَمَهُ غَيْرُهُمْ. Əgər onun açıqlaması elmdə möhkəm olanlar üçün məlum olsaydı, bu zaman başqalarının onu bilməməsi vacib olacaqdır. Əgər bu yalnız elmdə möhkəm olanlara aiddirsə, yəni onun barəsində bilgi yalnız onlara məxsusdursa, belə olan halda başqalarının onu bilməsi mümkün olmur. لِأَنَّ اللّٰهَ تَعَالَى نَفَى عِلْمَهُ عَنْ غَيْرِهِمْ فَلَا يَجُوزُ حِينَئِذٍ أَنْ يَتَنَاوَلَ إِلَّا مَنْ ثَبَتَ أَنَّهُ مِنَ الرَّاسِخِينَ وَيَحْرُمُ التَّأْوِيلُ عَلَى الْعَامَّةِ كُلِّهِمْ. Çünki Allah Cəllə və Alə Əli İmran surəsinə gələn ayətdə onun barədə bilgini, onun barədə elmi digərlərindən nəf etmişdir. Belə olan halda ayətin yalnız elmdə möhkəm olduğu bəlli olan şəxsləri əhatə etməsi, onları şamil etməsi vacibdir. Və ümum insanların hamısına, həmçinin ictihad dərəcəsinə çatmamış elm oxuyan insanlara onu açıqlamaq haram olur. Və sonra buyurur ki, وَالْخَصْمُ فِي هَذَا يُجَوِّزُ التَّأْوِيلَ لِكُلِّ أَحَدٍ فَقَدْ خَالَفَ النَّصَّ عَلَى كُلِّ تَقْدِيرٍ. Halbuki bu mövzuda çəkişən şəxs onun açıqlamasını hər bir adama icazəli görür. İstənilən halda bunu deyən şəxs Nassa müxalif olur, yəni bu ayətə müxalif olur. Və İbn Qudamə rahiməhullahu teala bu Nasda, bu sözlərdə bu xəbərlərin, yəni sifət ayətlərinin, sifət xəbərlərinin nisbi mütəşabih olduğunu iddia edənlərin sözlərinin batil olduğunu bəyan edir. Həmçinin İmam Muvaffaquddin İbn Qudamə rahiməhullahu teala təlif etdiyi Ravdatun Nazır adlı üsul kitabında mütəşabih nasların sifətlər barədə gəldiyini qeyd edir. Buyurur ki, وَالصَّحِيحِ أَنَّ الْمُتَشَابِهَ مَا وَرَدَ فِي صِفَاتِ اللّٰهِ سُبْحَانَهِ. Doğru olan odur ki, mütəşabih uca Allahın sifətlərinə dair gələn xəbərlərdir. Həmçinin İmam Şəmsüddin İbn Muflih rahiməhullahu teala Əl-Usul kitabında buyurur ki, وَالْمُحْكَمُ مَتَّضَحَ مَعْنَاهُ فَلَمْ يَحْتَجْ إِلَى بَيَانٍ وَالْمُتَشَابِهُ عَكْسُهُ لِاشْتِرَاكٍ أَوْ إِجْمَالٍ قال جماعة من أصحابنا وغيرهم وما ظاهره التشبيه كصفات الله. Möhkəm, mənası aydın olan və açıqlamaya ehtiyacsız olandır. Mütəşabih isə müştərək, yaxud yığcam olduğu üçün onun tam əksidir. Əshabımızdan və digər məzhəblərdən olan bir sıra insanlar demişlər, yəni alimlər demişlər, həmçinin uca Allahın sifətləri kimi zahirdə bənzətməni ifadə edən şeylər də mütəşabihdir. Bunu İbn Muflih rahiməhullahu öz kitabında qeyd edir. Və İbn Muflihin qeyd etdiyinə görə mütəşabih nasların mənası bir neçə səbəbə görə qapalı olur. Müştərək və yığcam naslarda mütəşabihlik nisbi, sifətlərdə isə mütləq olur. Onun sözlərinə görə bir sıra imamlar zahirən təşbihi ifadə edən sifətlərin mütəşabihlərdən olduğunu söyləmişlər. Həmçinin İmam Alauddin Əl-Mərdavi, yəni Munaqqih rahiməhullah buyurur ki, وَالْأَصَحُّ أَنَّ الْمُحْكَمَ مَتَّضَحَ مَعْنَاهُ وَالْمُتَشَابِهُ عَكْسُهُ لِاشْتِرَاكٍ أَوْ إِجْمَالٍ أَوْ ظُهُورِ التَّشْبِيهِ
ka sifatillahi Teala. Ən doğru olan görüş odur ki, möhkəm mənası aydın olandır. Mütəşabih isə müştərək, yaxud yığcam olduğu üçün, yaxud Allahın Cəllə və Alə sifətlərində bənzətmənin üzə çıxması səbəbi ilə onun tam əksidir və bunu da Ət-Təhbir, Şərh-ü Təhrir kitabında bəyan edir. Həmçinin İmam Əbu'l-Xattab Əl-Kəlvəzəni rahimehullahu teala buyurur ki, "El-muhkemu mestaqalla bi nefsihi ve lem yahtac ila bayan, ve'l-muteşabihu mahtac ila bayan." وهذا ظاهر كلام الإمام أحمد رضي الله عنه في رواية ابن İbrahim. Möhkəm, özlüyündə aydın olan və açıqlamaya ehtiyacsız olandır. Mütəşabih isə açıqlamaya ehtiyac olandır. İbn İbrahimin nəql etdiyi rəvayətdə İmam Əhmədin radiyallahu anhu sözlərinin zahiri də məhz budur. Həmçinin bir sıra digər üsulçular və həmçinin fəqihlər bu nasların mütəşabih olduğunu öz kitablarında bəyan edirlər. Həmçinin İmam İbn Rəcəb rahimehullahu teala İxtiyarul Əvlə fi şərhi hadisi İxtisamil Mələ'il A'la adlı risaləsində buyurur ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm öz Rəbbini vəsf etdiyi hər bir şey haqdır, doğrudur və ona Allahın özünü vəsf etdiyi kimi iman etmək və onu təsdiqləmək və bununla yanaşı onun bənzərsiz olduğunu düşünmək vacibdir. Əgər bir adama bundan hər hansı bir şey qaranlıq və qapalı qalarsa, Uca Allahın elmdə möhkəm olanları təriflədiyi və mütəşabih zamanı davranışları barədə xəbər verdiyi kimsələr kimi desin. Ona iman etdik, hamısı Rəbbimiz tərəfindəndir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Quran barədə belə demişdi. Ondan cahil qaldığınız şeyləri alim olan Allaha həvalə edin. Və bu hədisi İmam Əhməd, Nəsai və digərləri təxric etmişlər. Sonra buyurur ki, insan bilmədiyi şeyləri özünə yük etməməlidir. Çünki onun bundan ötürü həlakə duçar olması təhlükəsi var. İmam İbn Rəcəb rahimehullahu teala davamında buyurur ki, bir gün İbn Abbas radiyallahu anhu Peyğəmbərdən sallallahu aleyhi və səlləm bu hədislərdən birinin rəvayət edildiyini eşitdi. Və bu rəvayəti eşidən bir adam narazı bir tərzdə qalxdı və yaxud da ki, öz narazılığını bildirdi. İbn Abbas radiyallahu anhu buyurdu, bunların hürkməsinə bir bax. Möhkəmi eşitdikdə qəlbləri riqqətə gəlir, mütəşabih zamanı isə həlak olurlar. Və bu hədisi Abdurrazaq öz kitabında Mə'mardan, o da Tavusdan, o isə atasından və o da İbn Abbasdan radiyallahu anhu təxric etmişlər. İmam İbn Rəcəbin rahimehullahu teala sözlərinə diqqət yetirsək, görəcəyik ki, o sifətlərin mütəşabih olmasını isbat etmək üçün Quran, sünnət və səhabənin sözünü dəlil gətirir. Yəni, bu şeylərlə istidlal edir. Həmçinin İbn Rəcəbin gətirdiyi rəvayətdə İbn Abbas məhz xəbəri sifətin mütəşabih olduğunu açıq şəkildə bildirir. Və bu da sifətlərin mütəşabih olması görüşünün batil və sələfə dayanmayan görüş olması iddiasını alt-üst edir. Və təbii ki, bəzi insanların məzhəbinə uyğun gəlmədiyindən dolayı onlar İbn Abbasdan gələn nəqli təhrif etməyə qalxmışlar. Yəni ki, burada keyfiyyəti mütəşabih olması barədə danışıldığını və yaxud da ki, bunun nisbi mütəşabih olduğunu iddia etməyə çalışmışlar. Və təbii ki, İmam Əhməd barədə gələn nəqildə deyilən cavab İbn Abbasın rəvayətinə də deyiləcək. Və xəbəri sifətlərin mütəşabih olması barədə Həmbəli imamlarından bir çox sözlər gətirmək olar. Lakin bu barədə daha çox məlumat əldə etmək istəyən bu alimlərin kitablarına, xüsusən də üsul kitablarına müraciət edə bilər. Və müəllif rahiməhullah buyurur ki, Allah Cəllə və Alanın sifətlərini təvil və təfsir etmək olmaz. Və biz təvil kəlməsinin lüğəti və istilahi mənası ilə tanış olduq. Həmçinin buyurur ki, təfsir etmək də haramdır. Təfsir sözünün lüğətdə mənası nəyisə açıqlamaq, izah etmək, örtülü mənanı ortaya çıxarmaqdır. Və ərəb dilində əl-fəsr kəlməsi örtülü olan bir şeyi açmaq, müşkül ləfzdən məqsədi bəyan etmək deməkdir. Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur ki, وَلَا يَأْتُونَكَ بِمَسَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا. Onlar sənə elə bir məsəl çəkməzlər ki, biz sənə haqqı və ən yaxşı izahı verməyək. Və müəllif burada qeyd etmək istəyir ki, sifət ayətlərinin təfsiri istər ərəb dili baxımından mənaların açıqlanması olsun, istər təvil yolu ilə olsun, qadağandır. Çünki Həmbəli imamları qatında bu sifətlər ərəb dilinin gərəyi ilə açıqlana bilməz.
Təvil ilə təfsir isə bildiyimiz kimi hər hansı bir şeyi müəyyən bir dilin gərəyi ilə açıqlamaqdır. Və bu barədə Həmbəli məzhəbinin imamı olan Qadı Əbu Ya'la rahimehullahu teala buyurur ki: "Və qismun huve muteşabih, la ya'lemu ta'wilehu illallah və la yuqafu ala ma'nahu bi lughatil arab." Buyurur ki, digər qism isə mütəşabih naslardır. Onun açıqlamasını yalnız Allah bilir və onun mənası ərəblərin dili ilə aydınlaşmır. Və burada açıq şəkildə bəyan edir ki, mütəşabih naslar, mütəşabih xəbərlər ərəb dili ilə açıqlana bilməz. Yəni, o nə təvil edilə bilməz, nə də təfsir edilə bilməz. Və müəllif rahimehullahu teala misal olaraq istiva ayətini və nuzul hədisini dəlil gətirir. Və sonra buyurur ki, yalnız Peyğəmbərdən və ya bəzi sahabələrdən gələnlər istisnadır. Yəni, sifət ayətlərinin mənalarını bəyan etmək və ya onları təvil etmək yalnız Peyğəmbərdən sallallahu aleyhi və səlləm yaxud səhabələrdən gələn səhih bir dəlil olduğu halda icazəli ola bilər. Və sonra müəllif rahimehullahu teala buyurur ki, bu da bütün sələfin və yaxud ümum sələfin məzhəbidir. Və sələf dedikdə səhabələr, tabeinlər və onlara tabi olan ətbə'u tabeinlər nəzərdə tutulur. Necə ki, bir sıra rəvayətlərdə bu şəkildə gəlmişdir. Və bir sıra rəvayətlərdə gəlir ki, İmam Əvza'i, Məlik ibn Ənəs, Sufyan əs-Səvri, Leys ibn Səad və digərləri sifət ayətləri barədə soruşulduqda onlar deyərdilər, gəldiyi kimi üzərindən keçin və onu təfsir etməyin. Bəlli olur ki, bizim imamlarımız xəbəri sifətlərin təvil edilməsini və o cümlədən təfsir edilməsini haram görmüşlər. Bununla da bugünkü dərsimizi başa çatdırırıq. Növbəti dərsimizdə başqa mövzular barəsində danışacaq. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.